Xoş gördük. Bir vacib məqam ondan ibarətdir ki, artıq martın 5-i saat 23:59-da ali məktəblərə, həmçinin kolleclərə elektron ərizə təsdiqinin son günüdür. Elektron ərizənizi təsdiq etməkdən əmin olun. Əgər siz kolleclərə və yaxud da ali təhsil müəssisələrinə, eləcə də xüsusi təhsil müəssisələrinə sənəd vermək istəyirsinizsə, imtahanda iştirak etmək istəyirsinizsə, elektron ərizənizin təsdiq olunmasına dəqiqliklə əmin olun. Sonra gec olar və bu prosesi yeniləməkdə çətinlik çəkmiş olarsınız. Həmçinin Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə 4-cü sinifdə oxuyan şagirdlərin ərizə qəbulu da davam edir. Bu proses isə martın 16-sına qədər davam edəcək. Həmçinin burada Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə hazırlaşanların imtahanına bir ay qalıb. Bizdə dərslər təşkil olunur. Bir ay ərzində də dərslərimizdən yararlana bilərsiniz. Eləcə də sınaq imtahanlarımız var. Ona da qoşula bilərsiniz. Elektron ərizənizin təsdiq olunmasının əmin olmasını istəyirsinizsə, 051 346 1438 mobil nömrəsinə şəxsi məlumatlarınızın üzərini bağlamaqla ərizənizi göndərə bilərsiniz. Düzgün təsdiq olunmasına rəy verə bilərik. Bu təbii ki, tamamilə pulsuz bir xidmətdir. Dediyim kimi, sadəcə olaraq şəxsi məlumatların üzərini bağlayın və elektron ərizənizi göndərə bilərsiniz ki, bir köməyimiz toxunsun sizin işlərinizdə. Belə hər bir abituriyentə uğurlar arzu edirəm.